Salam, sabahınız xeyir olsun. 10 aprel 2026-cı il tarixidir. Yaz fəslinin 22-ci günü, Şəvval ayının 22-ci günüdür. Həftənin isə cümə 5-ci günüdür. Və hər birinizin cümə duaları, cümə ibadətləri qəbul olunsun. Bu günümüz xeyirli, uğurlu, bol bərəkətli, can sağlıqlı keçmiş olsun. Amin inşallah. 10 aprel günündə kimlər işləri arxasınca gedir, kimlər evdə işlərini görürlər, kimlər iş yerində işləyirlər və eləcə də iş arxasınca gedirlər. Hər birinə can sağlığı, işə vaxtlı, bol ruzili işlər arzularım. Və bununla yanaşı 10 aprel günündə kimlər təhsili ilə məşğul olurlar, məktəblilər, orta ixtisas, ali məktəb tələbələri və digərləri hər birinə can sağlığı, zehin açıqlığı, iş avadlığı arzularım. Qarşılarına qoyduqları hədəflərə, məqsədlərə çataraq həm Azərbaycan Respublikası üçün, həm də bütün dünya üçün əhəmiyyətli, faydalı kadrlar kimi yetişmələrini arzu edirəm. 10 aprel günündə kimlərin rəhmətə gedəni var, Allahdan rəhmət diləyirəm, səbir diləyirəm. 10 aprel günündə kimlərin xəstələri var, can sağlığı, şəfa diləyirəm. Bütün qazilərimizə can sağlığı, şəfa diləyirəm. Eləcə də bütün şəhid ailələrini, qazi ailələrini salamlayıram. Gözəl bir gün keçirmələrini arzu edirəm. Azərbaycan ordusunu salamlayıram. Gözəl bir gün keçirmələrini arzu edirəm. Bununla yanaşı 10 aprel günündə kimlər ad gününü, şad gününü, xoş gününü qeyd edir, hər birini bu münasibətlə təbrik edir, can sağlığı, xoşbəxtlik arzu edirəm. 10 aprel günündə də tarixi günlər vardı. 10 aprel günündə 879-cu ildə 3-cü Lidovikin Qərbi Frankların kralı olduğu gündür. 10 aprel 1816-cı ildə Amerika Birləşmiş Ştatları hökuməti Birləşmiş Ştatların 2-ci bankının yaradılmasını dəstəklədiyi gündür. 10 aprel 1841-ci ildə isə Kanadada Halifax şəhərinin əsasını qoyulduğu gündür. 10 aprel günündə isə bir də 1912-ci ildə Britaniyanın ən nəhəng gəmisi Titanikin ilk və son dəfə okeana çıxdığı gündür. 10 aprel 1979-cu ildə ilk Bolqarlı insanın kosmosda olduğu gündür. 10 aprel 2010-cu ildə Kamçatkada qar uçqunu zamanı vertolyotun deməli çırpıldığı zamanı isə 18 Almaniyalı turistdən 10-nun həlak olduğu gündür. Bununla yanaşı 10 aprel 2010-cu ildə Polşa prezidentinin təyyarəsinin Rusiyada Smolensk şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində Prezident Lev Kaçinski daxil olmaqla 96 nəfərin həyatını itirdiyi gündür. Dinlədiyiniz üçün təşəkkür edirəm.